Salam, coğrafya 11-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 2 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sual. Hansı ölkələr üçün neotektonik proseslər səciyyəvi edir? Deməli, tektonik proseslər iki cür olur: neotektonik və paleotektonik. Paleotektonik qədim proseslərdir, əsasən platformalara uyğun gəlir. Neotektonik proseslər isə yeni hərəkətlərdir, əsasən geosinklinallara uyğun gəlir. Deməli, bizə neotektonik deyirsə, deməli bizə geosinklinallar lazımdır. Deməli, birə baxaq. Bir, Monqolistan əsasən burada paleotektonik hərəkətlər, yəni platformadır, yəni bir bizə lazım deyil. 2, İran, bəli, neotektonik proseslərdir. 2 lazımdır. İran, neotektonik. Yəni, ölkənin adlarını yazmalıyıq biz bura. 3, Yaponiya, bəli, neotektonikdir. Geosinklinal ərazidir. 4, Niger, əsasən platforma ərazisidir, lazım deyil. 5, Finlandiya əsasən paleotektonikdir, lazım deyil. 6, Polşa əsasən Şərqi Avropa düzənliyi, yəni platformaya uyğun gəlir, lazım deyil. 7, Meksika neotektonikdir. 8, Peru neotektonik, çünki hər ikisi hündür dağlarda yerləşir. Burada Kordilyer dağları, bu isə And dağları, əsasən cavan dağlar neotektonik, yəni geosinklinala uyğun gəlir. 9, Avstraliya platformadır, lazım deyil. 10, Hindistan, əsasən Hindistan ərazisi platformun düzdür, şimalında biraz neotektonik proseslər var, amma ümumiyyətlə götürəndə Hindistan əsasən platforma hesab olunur, Dekan yaylası. Onun üçün onda bizə lazım deyil. Deməli, bizə lazım olanlar 2, İran, 3, Yaponiya, 7, Meksika, 8, Peru. Bizə lazım olanlar bunlardır. İkinci sual. Ölkənin daş kömür ehtiyatı ilə təmin olunmasını müəyyən edin deyir bizə. Deməli, burada ölkənin daş kömür ABŞ verilib bizə. ABŞ-ın kömür ehtiyatı milyard tonla verilib. İllik hasilatı milyon ton və neçə il çatacaq? Yəni, bu qədər kömür ehtiyatı var. Hər il bu qədər hasil olunur və nə qədər müddət çatacaq? Deməli, biz burada nə etməliyik? Ehtiyatı bölməliyik illik hasilata. Ehtiyat 445 milyarddır. Hasilat isə 1020 milyon. Deməli, milyarda 9 sıfır olur. Milyonda isə 3 sıfır, 6 sıfır. Biz bunları ixtisar eləsək 9, 6, 3 sıfır bizdə qalır. Deməli, burada 3 sıfır bizim üçün qalacaq. Çünki milyarda 9, milyonda isə 6 sıfır var. Deməli, bu formada indi hesablayaq biz bunu. Deməli, 445 və 2, 3 bölünsün. Bu da bizə bərabərdir elandır. Təxmini 436,3. Yəni burada düzgün cavab 436,3 il çatacaq ehtiyat daş kömür ABŞ-a. Üçüncü suala baxaq. Xəritə sxemdə hansı meteoroloji hadisələr göstərilmişdir? Deməli, bizə 1, 2, 3 rəqəmləri göstərilib və burada başına əsasən küləklərdir. Meteoroloji hadisələr. Deməli, bir rəqəmi əsasən görür ki, Amerikada müşahidə edilir. Amerikada müşahidə edilən küləklər isə tornadolardır. Deməli, burada tornado olmalıdır. Sonra 2 rəqəmi Avstraliyanın üzərinə gəldiyini görürük. Avstraliyada isə küləklər Vili küləkləridir. Vili küləkləri. 3 rəqəmi isə Filipin adalarına uyğun gəlir. Filipin adalarında isə Baguio küləyi yayılıb. Deməli, burada Baguio olmalıdır. Deməli, tornado, Vili və Baguio küləkləridir. Bizə sxemdə verilən əraziyə yayılan küləklər. Dördüncü sual. Şəkildə hansı təbii proses təsvir edilmişdir? Deməli, bu şəkildə təsvir edən proses istixana effektidir. İstixana effektinin məğzi nədir? Yəni, mahiyyəti nədir? İstixana effekti əsasən atmosfer, yəni yer kürəsinin atmosferində metan qazı, azot oksidi, sonra halogenli qazlar, sonra azon, həmçinin su buxarının artmasıdır. Yəni, bunlar artdıqca yer kürəsində temperatur get-gedə artır. Yəni, hər il yer kürəsi temperatur artır. Yəni, bu prosesdə istixana effekti adlanır. İstixana effektinin başlıca əsas səbəbi də bir sıra qazların yer kürəsində artmasıdır. Əsasən metan qazı, ozondur, azot oksididir. Bu kimi qazların, halogen tərkibli qazların artması atmosferdə. 5-ci sual. Cədvəli tamamlayın. Deməli, bizə təbii hadisələr verilib, onların baş vermə səbəbləri, nəticələri və yayılma ərazilərini qeyd etməliyik biz. Deməli, birinci tayfunlardır. Əsasən tayfunların yaranma səbəbi okeanla quru arasında yaranan təzyiq fərqidir. Əsasən nəticələri ciddi dağıntılara səbəb ola bilər, güclü küləklərdir,
həm evlərin, həm təsərrüfata ciddi zərər verir. Əsasən yayılma əraziləri Cənub-Şərqi Asiya ölkələrində əsasən tayfun yayılır. Sel hadisəsi əsasən baş vermə səbəbləri güclü leysan yağışlarının yağmasıdır və çaylarda suyun səviyyəsinin qalxmasıdır. Nəticələr təsərrüfat sahələri sular altında qalır və dağıntılara səbəb ola bilər. Yayılma ərazilər arasından əsasən güclü çayların olduğu ərazi, məsələn Azərbaycanın şimal-qərb rayonlarında sel hadisəsi tez müşahidə edilir. Sonra toz bulğanları. Toz bulğanlarının baş vermə əsas səbəbi səhralıq ərazilərdə küləklər vasitəsilə qumun havaya qalxmasıdır. Nəticələr əsasən həmin toz bulğanlanan ərazilərdə havanın çirklənməsi, nəfəs alma çətinləşməsinə gətirib çıxardır. Toz bulğanların əsasən yayıldığı ərazilər Ərəbistan, Şimali Afrika ölkələri, əsasən səhranın yayıldığı ərazilərdə baş verir. Daşqınlar əsas baş vermə səbəbi güclü yağışların yağması, qarın sürətlə ərinməsi kimi səbəblər ola bilər. Daşqın nəticələri əsasən bir sıra ərazilər sular altında qalır, təsərrüfatda ciddi zərər verir. Yayıldığı ərazilər məsələn Cənubi Asiya və Cənub-Şərqi Asiya ölkələri qeyd etmək olar. 6-cı suala baxaq. Hansı diaqram Azərbaycan torpaq fondunun strukturunu düzgün əks edilib? Deməli, Azərbaycanın torpaq fondu bizə becərilən torpaqlar, otlaqlar, çox illik bitki və bağlar və meşələr verilib. Bizə verilən 4 diaqramdan Azərbaycana ən uyğun gələn variant əsasən 4-cü variantı götürmək olar. 4-cü variantda verilən məlumatlara görə becərilən torpaqlar 18,8%, otlaqlar 30,1%, çox illik bitki və bağlar 5,3%, meşələr 11%, qalan digər isə 34,8%. Yəni Azərbaycan torpaq fonduna ən yaxın variant bu variantda verilib.